Bismillahirrahmanirrahim. Dəyərli müsəlmanlar, bizlər mübarək ibadətlər mövsümü olan Ramazan ayı ərəfəsindəyik. Mömin nəfslərə əziz olan bir qonağı qarşılamaq üzrəyik. Xeyir, bərəkət və fürsətlər ayı artıq başlamaq üzrədir. Ayların ən xeyirlisi və ən əzəmətlisi olan Ramazan ayı başlayır. İzzət və cəlal sahibi olan Allah yer üzərinə öz vəhyini, Quran-ı Kərimi məhz bu ayda nazil edib. Şəhru Ramazan əlləzi unzilə fihil Qur'an hudən linnəsi və beyyinatin minəl hudə vəl-furqan. İnsanlara doğru yol göstərən, bu yolun və haqqı batildən ayırt edənin açıq aydın dəlilləri olan Quran Ramazan ayında nazil edilmişdir. Uca Allah bu ayı digər aylardan fərqləndirərək, orada möminlər üçün xüsusi hədiyyələr hazırlamışdır. Bunu başa düşmək hər kəsə qismət olmur. Bunu anlamağın, dərk etməyin özü böyük bir neymətdir. Ramazana yetişmək. O anları yaşamaq hər kəsə nəsib olmur. Uca Allahdan diləyirik ki, bizləri sağ-salamat Ramazan ayına yetişdirsin. Tirmidinin Sunan əsərində Əbu Hüreyrə radiyallahu anhudan nəql olunan hədisdə Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, Ramazanın ilk gecəsi şeytanlar zəncirlənir, cənnətin qapıları açılır, cəhənnəmin qapıları bağlanır və hər gecə carçı çağırır ki, ey xeyir istəyən kəs, gəl, ey şər istəyən, əl saxla. Ramazanın hər gecəsi Allahın cəhənnəm odundan azad etdiyi kimsələr vardır. Bu hədis Ramazan ayının nə qədər əzəmətli olmasına dəlalət edən hədislərdən sadəcə biridir. Sadəcə bu barədə düşünmək lazımdır. Ramazanın ilk gecəsindən artıq göydən bərəkət nazil olmağa başlayır. Şeytanların zəncirlənməsinin özü mömin üçün bir rahatlıqdır ki, daha rahat ibadətlərini yerinə yetirsin, daha rahat savab işlər görsün. Lakin pis işlərə əmr edən nəfs, pis dostlar, şeytandan olan insanlar Ramazanda da olur və mömin onlara qarşı mübarizə aparmalıdır. Həmçinin cənnətin qapılarının da açılması bir neymətdir. Alimlər deyir ki, möminlər daha fəal şəkildə ibadətlər edərək cənnəti qazanmağa çalışırlar. Cənnəti qazanmağa daha çox imkanları olur. Həmçinin cəhənnəmin qapıları bağlanır. Bu da imkan yaradır ki, insan günah işlərdən, haram əməllərdən uzaqlaşsın. Hər gecə carçı çağırır ki, ey xeyir istəyən kəs, gəl, ey şər istəyən, əl saxla, hər gecə. Bəzi rəvayətlərdə gəlir ki, mələklərdən biri Allahın əmri ilə belə çağırış edir. Heç bir insan bu carçının səsini eşitmir, lakin möminlər iman gətirirlər ki, belə bir carçı var və hər gün belə bir çağırış edir. Çünki bu barədə xəbər verən, doğru danışan Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmdir. Bu hədis dəlalət edir ki, insanlar Ramazan ayında iki qismə bölünür. Birinci qism xeyir istəyənlərdir. Bunlara carçı deyir ki, gəl, sən xeyir bərəkət mövsümündəsən, gəl yığ apar. İkinci qism insanlar isə pislik sevənlərdir. Ancaq pislik etmək barədə düşünürlər. Belələrinə mələk deyir ki, ey şər istəyən, əl saxla, dayan, eləmə pislik. Əgər sən Ramazan ayında günahlarından, pisliklərindən çəkinmirsənsə, nə vaxt çəkinəcəksən? Hədislərin birində gəlir ki, Cəbrail əleyhissalam dua edir və Peyğəmbər sallallahu aleyhi və səlləm ona əmin deyir. Cəbrail əleyhissalam deyir ki, kim Ramazana yetişərsə, sonra da Allah onu bağışlamazsa, Allah onu cəhənnəmlik etsin. Peyğəmbər sallallahu aleyhi ve sellem də deyir, əmin. Bu, böyük bir təhlükədir ki, Ramazan ayı gəlir və insan günah işlərə, pis işlərə davam edir. Bu ayda öz əməllərini, əxlaqını düzətməyəcəksənsə, bəs nə vaxt düzəldəcəksən? Əgər Ramazanda namaza başlamayacaqsansa, nə zaman başlayacaqsan? Əgər Ramazanda hicab bağlamayacaqsansa, nə vaxt bağlayacaqsan? Əgər Ramazanda gecə namazı qılmayacaqsansa, nə vaxt qılacaqsan?
Ramazanda Quran oxumursansa, bəs nə vaxt oxuyacaqsan? Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Ramazanın hər gecəsi Allahın cəhənnəm odundan azad etdiyi kimsələr var. Allahu Akbar. Yəni hər gecə insanların əməllərinə baxılır və deyilir ki, filan kəs cəhənnəm oduna girməyəcək. Cənnətli idi. Xülasə, Ramazan ayının özəllikləri və xüsusiyyətləri var. Bu hələ Ramazanla bağlı olan hədislərdən sadəcə biridir. Bu ayın fəziləti ilə bağlı hədislər olduqca çoxdur. Bəs biz necə qarşılamalıyıq Ramazanı? Birincisi, müsəlman olan kəs Ramazanın gəlişinə görə sevinməlidir. Sevinməlidir ki, Allah ona nəsib edib və o Ramazan ayına yetişib. Uca Allah Quran-ı Kərimdə buyurur ki, Qul bifadlillahi və rəhmətihi fəbizəlikə fəliyəfrahu huvə xayrun mimmə yəcməun. Bunlar Allahın lütfü və mərhəməti sayəsindədir. Qoy onlar buna sevinsinlər. Bu ki, onların yığdıqlarından daha xeyirlidir. Nədir bizim yığdığımız pul, mal, dövlət, elə deyilmi? Ramazanın gəlişinə sevinməyimiz bundan daha xeyirlidir. Nə qədər insanlar var ki, vaxtilə bizimlə birlikdə namaz qılıb, oruç tuturdular, indi ölüb gediblər, ya da ki, yollarını azıblar. Allah qorusun. Əgər biz bugün ibadət edib, oruç tuturuqsa, buna görə sevinməliyik, Allaha şükürlər etməliyik. Allaha dua etməliyik ki, Ramazan ayının xeyir bərəkətindən bizi məhrum eləməsin. Allahdan yardım diləməliyik ki, bizləri ibadətə, itaətə müvəffəq etsin və bizləri sabit etsin bu yolda. İkincisi, müsəlman olan kəs çalışmalıdır ki, orucun vacib olunmasındakı məqsədə çata bilsin. Nədir o məqsəd? Uca Allah buyurur ki, Yə əyyuhəl-ləzīnə əmənu kutibə aleykumus-siyamu kəmə kutibə aləl-ləzīnə min qablikum ləalləkum təttəqun. Ey iman gətirənlər, sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruç tutmaq vacib edildi ki, bəlkə Allahdan qorxasınız. Demək, məqsəd nədir? Məqsəd arıqlamaq deyil, sağlamlıq deyil, məqsəd təqvadır, Allahdan qorxmaq. Mömin olan kəs, Ramazan ayında Allahı razı salacaq işləri çox görməklə təqvaya nail olmağa çalışmalıdır. Namaz, oruc, sədəqə, Quran oxumaq və s. kimi əməlləri artırmalısan ki, Allahdan daha çox qorxasan. Nəfsini bu ayda tərbiyə etməlisən. Siqaret çəkirsənsə tərk etməlisən. Söyüş söyürsənsə bunu tərk eləməlisən. Təkəbbürlüyün varsa nəfsini tərbiyələndirməlisən. Quran oxumursansa oxumalısan. Gecə namazı qılmırsansa qılırsan. Yalan danışırsansa, qeybət edirsənsə buna son qoymalısan və beləcə. Orucun özü insanı, onun nəfsini tərbiyə edir. Nəfs çox şey istəyə bilər. Amma oruç tutmaqla ona qadağa qoyursan. Yemək olmaz, içmək olmaz, şəhvət olmaz. Uca Allahın müsəlmanlara vacib buyurduğu orucun özü də iki qismdir. Birinci qism Ramazan ayı boyunca hər gün səhər, gün çıxmamışdan gün batana dək yemək, içmək və s. məsələləri tərk etməkdir. İkinci qism isə insanın ömrü boyu tutmalı olduğu orucdur. Bu da günahlardan oruç tutmaqdır. Günahlardan çəkinməkdir. Allahın qəzəbinə səbəb ola biləcək əməllərdən uzaqlaşmaqdır. Birinci qism oruc, yəni Ramazan ayında oruç tutmaq ikinci qismə yardım edir. Gözlə bağlı oruc var, məsələn harama baxmamaq. Qulaqla bağlı da oruc var, haram söhbətlərə, sözlərə qulaq asmamaq. Dillə bağlı oruc var, haram sözlər, söyüş, qeybət, yalan və s. kimi sözlərdən çəkinmək. Şəhvətlə bağlı da oruc var, əllə bağlı da oruc var, harama toxunmamaq. Ayaqla bağlı oruc var, haram yerlərə getməmək. Bu kimi oruclar Ramazana xas deyil. İnsan həyatı boyu bu orucu tutmalıdır. Ramazanda nəfsə yeməyi, içməyi, şəhvəti qadağa qoymaqla biz eyni zamanda nəfsi tərbiyələndiririk ki, digər haram işlərə də yaxın olmasın. Yəni bu məktəb sənə tərbiyə verir ki, لَعَلَّكُمْ تَتَّقُونَ Allahdan qorxasan. Bundan əlavə bilmək lazımdır ki, bütün oruç tutanlar eyni səviyyədə olmur. Belə baxırsan, çox adam oruç tutur, yemir, içmir, lakin fərqli miqdarda savablar əldə edirlər. Həsən isnadlı bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləmin soruşurlar ki, hansı oruç tutanlar daha çox savab qazanmış olur? Buyurur ki, Allahı daha çox zikr edənlər.
Oruç tutanların da halına baxdıqda görür ki, onlar Allahı fərqli miqdarda zikr edirlər. Misal üçün, biri oruç tutmaqla yanaşı Quran oxuyur, çoxlu zikirlər edir, o birisi isə günün böyük hissəsini yatır və ya başı dünyaya qarışır. Bir də ayılır ki, axşamdır, iftar vaxtıdır. Onunla bu eyni ola bilərmi? Təbii ki, yox. Dünya işini gör, amma dilinlə heç olmasa Allahı zikr elə. Tək oruc deyil, bütün ibadətlər belədir. Namazda, həcdə, ümrədə kim Allahı daha çox zikr edirsə, o daha çox savab qazanır və digərlərini geridə qoyur. Məqsəd günahların bağışlanması və savab əldə etmək olmalıdır. Hədis necədir? Kim Ramazan ayını imanla, savabını Allahdan umaraq tutarsa, keçmiş günahları bağışlanar. Həmçinin Ramazan ayı Quran ayıdır. Hər bir mömin Ramazan ayında özünə Quran oxumaq üçün bir plan hazırlamalıdır ki, mən bu Ramazanda hər gün 5 səhifə, 10 səhifə, 1 cüz, nə qədərsə Quran oxuyacam. Uca Allahdan diləyirəm ki, bizləri Ramazan ayının xeyir bərəkətindən məhrum eləməsin, bizləri nəfsimizin şərindən və pis əməllərdən qorusun, bizləri bu Ramazan ayında gözəl şəkildə ibadət etməyə, namaz qılmağa, oruç tutmağa, zikr etməyə müvəffəq eləsin. Amin. Velhamdülillahi Rabbil alemin.